Bir nəfər İmam Sadiq əleyhissalamdan sual soruşur. Bir ağacan, Allah məni görürsən nə qədər sevir, nə qədər məhəbbəti var mənə. Ağa da bir də ona qayda deyir, get bu qaydanı yerinə yetir. Bax, qəşəng qaydadır. Allah məni nə qədər sevir, İmam buyurdu ki, bax qəlbivə bax. Bax qəlbivə, görsən Allahı nə qədər sevirsən, nə qədər məhəbbətin var Allaha. Demədiyə dilvə bax. Dildə çox söz deyərsən axı. Allaha çox sevirəm. Allah sənə qurban olum. Qurban sözünü də ucuzlaşdırıblar biraz. Böyük sözdür həqiqətən. Qurban olmaq. Həzrəti İsmailsən, qurban olursan. Qurban olmaq İmam Hüseyin əleyhissalamdır. 72 şühədadır, Kərbəlada qurban getdilər Minada. Yəni böyük sözdür. Əvvəl bir nəfsindən keç, hələ bax gör keçə bilirsən ya yox. Hələ xırda şeylərdən başda gör bunlara bir yox deyə bilirsən. Hələ bax gör özünə deyə bilirsən ki, bir gözvü naməhrəmdən saxla. Bunları özünə deyə bilirsən. İbadət eləsən, ibadət eləməlisən, sən Allahla razı niyaz qurmalısan. Hələ bir özünə deyə bilirsən ki, biraz qeybət eləmə, saxla özünü, dilini qoru, yalan danışma, günah eləmə, böhtan atma. Hələ bundan bir özünü saxla. Hələ buna görə bir keç, nəfsindən keç. Allahı gördün, Allah sənə xatır yalan danışmayacaq. Allah sənə xatır naməhrəmə baxmayacaq. Allah sənə xatır birinin qəlbini incitməyəcək. Qəlbini sındırmayacaq. Gör bunlardan keçə bilirsən, ondan sonra denən Allaha qurban ol. Bəli, əvvəl həqiqətən insan bir qəlbinə baxsın, görsün ki, mən nə qədər Allahı sevirəm. Allaha nə qədər məhəbbətim var. Həqiqətən o qəlb ki, Allahı sevir, o qəlb ki, Allaha məhəbbəti var, o Allaha müxalif yaşamaz. Öz sevdiyinə müxalif yaşamaz. Öz məşuquna insan müxalif yaşayar, yaşamaz. Əksinə, istəyər ki, onun istəkləri öndə olsun. İstəyər öz məşuqunun istəkləri öndə olsun, ona yaxşı görsənim, o məndən razı olsun. Bax budur.